Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala rasulihi Abil Qasim Muhammed ve ala alihi tayyibine tahirin. La'nud daim ala a'daihim minel an ila qiyami yevmiddin. Bəzi vaxtlar bizim toplumda olan bir sıra insanlar üçün ürəyimiz acıyır, ürəyimiz onlar üçün ağrıyır. Onları suçlu bir yaşamda gördükdə, qüsurlu bir həyatda gördükdə və onlar üçün bizim rahatsızlığımız bəzən görürük ki, bir kara gəlmir, faydası olmur. Bunun səbəbləri nədəndir? Bir halda ki, insan gözəl biçimdə yaradılmış, amma sonradan ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلٍ olur. Aşağıdan da aşağıya salınır. Bu qədər ona dışarıdan söhbətlər, konuşmalar, moizələr, nəsihətlər olunur, amma görürsən ki, bir çıxarı yoxdur. Özəlliklə mömin insanlar üçün bir əxlaqı kural olaraq yadda saxlamalı bir önəmli bir konu vardır ki, insanın iki aləmi var. Bir onun haric, dış aləmidir, bir onun daxil, iç aləmidir. O bizdə bir söz var, deyərlər, quyunun suyu olmasa, dışarıdan o quyuya su tökməklə quyu sulu olmaz. İmamul Baqir aleyhisselam bu konuda buyurur ki, Mən ləm yec'alillahu lehu min nəfsihi va'idən فَإِنَّ مَوَاعِذَ النَّاسِ لَنْ تُغْنِيَ عَنْهُ شَيْئًا. Bir kəs üçün ki, Allah Təbarək Teala onun iç aləmində bir moizə edən, onu tövsiyə edən, nəsiyyət edən, içində bir vaizi olmasa, dışarıdan insanların ona konuşması, moizəsi onu dəyərləndirməz, ona fayda verməz. Yəni sözün əsl konusunda, yəni əsl mənasında konunun budur ki, insan ilk növbədə, ilk öncə gərək kəndi kəndisinə acısın. Digərlərinin ona acıması bu halda bir fayda olar. Ola bilər ki, biz bir hocanın, bir alimin huzurunda əyləşək, onun xutbələrinə, moizələrinə qulaq asaq və yaxud Qurandan bir ayəni oxuyaq, bir hədisi, bir rəvayəti. Amma bu qısa bir zaman sürmür. Özəlliklə bizim devrimizdə. Özəlliklə bizim yaşam tərzimizdə, özəlliklə insanlığın bu günləri maddi aləmə sıx bağlanması və əlaqə tapması bu günləri insanları bu haldan saxlayır, insanları geri salır. Odur ki, insanın öncədən əgər daxili aləmində bir duyğusu, bir moizə edəni, bu moizə yapanın, konuşanın ismini biz hər nə istəyirik qoyaq. Oyaq vicdan qoya bilərik, insaf qoya bilərik. Əhlaq elmində isə buna deyərlər nəfs-i ləvvamə. Biz bilirik ki, bizim insanlığın ən böyük düşməni onun nəfs-i əmmarədir ki, tam kötülüklər və pisliklərə insanı sürükləyir. Və insanı isə, insan xəta yapa bilər. Mümkünül xətadır. İnsanın xəta yapması mümkündür. Amma insanın bir halda xəta yapdıqdan sonra kəndinə gəlməsi, peşiman olması, tövbə etməsi, istiğfar etməsi,
Bu da Allah tərəfindən insan üçün bir çıxış yoludur. Bəzi vaxt görürsən ki, elə insanlar seçilmiş, müntəxəb olunmuş insanlar toplum üçün söhbət edir, amma görürsən ki, bunun bir faydası olmur. Ən gözəl örnək tarixdə Kərbəla hadisəsidir ki, Hz. İmam Hüseyin əleyhissalam qarşı tərəfdə düşmən qoşununa bütün moizələri yapdı, bütün konuşmaları konuşdu, hüccəti onlar üçün tamamladı, amma etkisi olmadı bu konuşmaların. Bu nədəndir? Çünki iç aləmi, o insanı tənbih edən, insanı o danlayan hissiyatdan boş olduqda bunun bir faydası olmaz. Nasıl ki bir ağacı biz istəsək bir torpaqda əkək, onun bir bəhrəsini görək, onun meyvəsindən, çiçəyindən biz bir istifadə edək, o toprağın ilk öncədən münbit olması gərəkdir. Hər torpaqda hər ağac bitməz. Bitən ağac meyvəsin, öz bəhrəsini verməz. Əmir-ül-Müminin əleyhissalam buyurur ki, Allah Taala bir kəsin ki, özünü düzəltməyə, islah etməyə, Allah ilə özü arasında əgər bir kəs özünü düzəldərsə, Allah Taala onun arasını insanlar ilə, toplum ilə düzəldər. Hər kəs dünya işlərini səliqəyə salarsa, dünya işlərini düzəldərsə, Allah Taala, daha doğrusu axirət işlərini düzəldənin Allah Taala dünya işlərini də düzəldər. Və hər kəs kəndi iç aləmində, daxili aləmində bir vaiz, bir moizə edən olarsa, Allah Taala onun üçün qoruyucu, hafiz qərar verər. Bizim yaşam zəlalət və hidayət yolu ilə bir aradadır. Yəni bir insanın hər bir zaman nəfsinin şərrinə uyub haqq yoldan azmağına, haqq yoldan çıxmağına imkanı vardır. Belə bir insan ki, öz yolunu kaybetsə dünyada, insan öz hidayətini əldən versə, belə insanlar üçün hətta Peyğəmbər belə acısa, Peyğəmbər belə onun hidayətini istəsə, Allah Taala buyurur ki, bu mümkün deyil. Nasıl ki, Qur'anda bu konuda bir ayədə Allah bizə böyle buyurur. İn tahriz ala hudahum fe innallaha la yehdi men yudillu ve ma lahum min nasirin. Ey Peyğəmbər, ey Rəsul, sənin bir istəyin vardır ki, onların hidayəti içindir, sən onların hidayəti üçün səndə bir istək vardır. Amma bu olan bir şey deyil. Mutlaqən Allah Taala'nın hər kəsi ki, Allah Taala yoldan çıxardır, yolundan çıxardır. Və ma lahum min nasirin. Onun üçün bir köməkçi də yoxdur. Buradan bir sorun meydana çıxa bilər, ortaya çıxa bilər ki, Allah nasıl insanı yoldan çıxardır? Yox, insanın kəndi əməllərinin nəticəsində, kəndi əməlləri insanı bir hala salır ki, artıq bir insanda hidayət üçün, Allah yolunda durmaq üçün bir dirayət, bir qabiliyyət qalmır, insan kaybedir. Və kural üzrə Allah Taala heç bir kəsi nə məcbur olaraq hidayət edir, nə məcbur olaraq zəlalətə çıxardır, yolundan çıxardır. Kural budur ki, insanın kəndisindən hər şey asılıdır. Hər şey insanın kəndisinə qayıdır. Odur ki, bu konuda bu ayənin qısa bir şərhində, təfsirində böyle buyurulur ki, toplumun, insaniyyətin bu bölümləri nəhayətdə gəlirlər, küfrə mübtəla olurlar, təkzibə, haqqı təkzib edirlər, inkar edirlər və belə olduqda bunlara Peyğəmbərin də moizəsi təsir göstərmir, ətkisi olmur. Quran məgər tamam və kəmal bir kitab deyil? Bəli, evet.
Peyğəmbər Əkrəm Sələvatullahın şəxsiyyəti həm insanların ən kamili, həm insanların ən əxlaqlısı, aynı zamanda da Allah Teala Peyğəmbərə buyurur ki, sən aləmlər üçün rəhmətsən. Belə bir şəxsiyyətin də moizəsində, söhbətində, təbliğində, yapdığı insaniyyət üçün xeyir işdə görürsən ki, toplumun bir bölümü bundan etkilənə bilmir, bunu dərk edə bilmir, bunu düşünə bilmir. Demək, qüsur insanın kəndisindədir. Belə bir insanlar üçün Qiyamətin günündə onlara və mə ləhum min nasirin bir köməkçisi də yoxdur, bir yardımçıları da yoxdur. Yardımçı konusunun mənasında, yəni burada əgər qiyamətin günündə hansı yardımcı ola bilər? Qiyamətin bir hakimi var, o da Maliki Yevmiddindir. Qiyamət gününün sahibidir. Burada məna budur ki, yəni qiyamətin günündə belə bir insan üçün heç kəs bir şəfaətçi də olmayacaq. Yenə də şəfaət konusu qabiliyyət, dirayət istəyir ki, hər kəsə nasib olmaz şəfaət konusundan ona bir fayda olan. Və insan hər haldadırsa, yaptığı suçları, yaptığı xataları, yaptığı günahları, əgər onun vicdanı oyaq halda özünü kəndisinin önünə qoyub tənbih eləyərsə, düzəldərsə, Allah Teala inşallah rəhməti genişdir, öz geniş rəhməti ilə onu da bağışlayar. Quranda Allah bizə buyurur ki, ayələrin birində bir dua olaraq, bir kural olaraq Allahdan bağışlanmağın Rabbi inni zalamtu nəfsi fəğfirli. Ey Rabbim, mən kəndimə zulüm yapdım, bəs məni bağışla ginən. Allah'a and veririk. Bu ayın qalan günlərinin hörmətinə, bu ayın keçən günlərində, saatlarında, dəqiqələrində, bu ana qədər əgər bizi Allah bağışlamayıbsa, Allah Teala'na and veririk. Həzrəti Fatimə Zəhra aleyhisselamın ismətinə, bu məqamın əzəmətinə Allah bizim hamımızı bağışlanmışlardan qərar versin. Allah ibadət, itaat, dualarınızı qəbul etsin. Səlavat Peyğəmbər və Ali Peyğəmbərə.